Salam değerli bitki severler. Gördüğünüz bu bitkilerin hamısını budamışıq. Bunları yarpaq formasında, bunlar da belə kök formasında. Kök atandan sonra inşallah bunları Azərbaycanda olmayan formalarda qəşəng formalar verəcəyik. Sonra bu fikusun özünü. Bizdən fikuslarda dərdlər odur ki, dərdlər odur ki, bir tərəfli inkişaf edir, sonra bir tərəfdən yarpaq çıxardır ancaq. Çalışacağıq ki, elə bir formaya salaq ki, inşallah topa formada çıxsın, gözəl formada çıxsın. Kəsəndə də bunu da digərindən hündürdüm. Bir dənədən bir, bax bu formada. Maili, deməli, maili formada kəsirik. Və bu formada. Sonra bunu indi qoyacaq, deməli, südü birinci axıcaq gedəcək, sonra təzədən suda qoyacaq. Günəş görən yerdə. İnşallah kök çıxaracaq hamısını. Burada fikir verin nə qədər güllər var. Şivineradır. Deməli, Black Prince'dir. Sonra Tineke'dir. Sonra Ruby'dir. Elastikanın bir neçə növüdür. Burada əla bir şey olacaq. Siz təsəvvür edin ki, kökdən birdən-birə 7-8 dənə şivinera çıxır və cür yarpaq verir. Belə inşallah planlar çoxdur. Gözəl formalara salacağıq. Bizi izləməkdə qalın. Özünüzdən müğayət olun. Sağ olun.